Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Mən Günay Abbasova, Turan Akademiyasının təlimçi müəllimi və bugün də sizə 2026-cı il may ayının 3-də Azərbaycan dili dövlət dili kimi imtahan verən abituriyentlərin 11-ci sinif şagirdlərinin suallarını sizə təqdim etməyə çalışıram. 1-ci, 4-cü suallar dinləmə mətni ilə əlaqəli olduğu üçün onları sizə təqdim edə bilmirəm və 5-ci sualdan başlayırıq. Hansı cümlədə frazoloji birləşmə işlənməyib? Diqqətli olmaq lazımdır ki, burada işlənməyəni soruşur. A variantı doğma şəhərimiz gündən günə abadlaşır. Burada frazoloji birləşmə yoxdur. Elə cavabımız A variantıdır və digər variantlara baxaq. B variantı, anar bu məsələdə dostlarına bel bağlayırdı. Bel bağlamaq burada həqiqi mənada deyil, frazoloji birləşmədir və qarşılığı inanmaq, güvənmək deməkdir. C variantı, Kərim gecikdiyi üçün anasının ona acığı tutmuşdu. Burada acığı tutmuşdu frazoloji birləşmədir və anası ona əsəbləşmişdi, hirslənmişdi. Qarşılığı budur. D variantı, Nərmin işi vaxtında bitirəcəyinə söz verdi. Burada söz verdi, frazoloji birləşmədir. Y variantı, düşərgəyə gedən dəstə axşamüstü yola düşdü. Burada da yola düşdü, frazoloji birləşmədir. Deməli, frazoloji birləşmə olmayan A variantıdır. 6-cı sual, hansı cümlədə əks mənalı, yəni antonim sözlər işlənmişdir? Qara boz buludlar göy üzünü bürümüşdü. Burada əks mənalı antonim yoxdur. B variantı, işıq birdən-birə zəiflədi və söndü. Burada da yoxdur antonim. C variantı, divan rahat və yumuşaq idi. Burada da yoxdur. D variantı, nənə uşağın ağ incə əllərindən öpdü. Burada da antonim yoxdur. Y variantı, toxun acdan xəbəri olmaz. Burada tox və ac əks mənalı sözlərdir və antonimdir. Cavabımız Y variantıdır. 7-ci sual, hansı sözün tələffüzü ilə yazılışı fərqlənmir? Bilirik ki, qoşa samitlər işlənən əksər sözlərdə səs dəyişimi olur. Məsələn, A variantında əlbəttə qoşa T varsa, ikincisi D kimi tələffüz olunur. D variantında saqqal sözündə qların birincisi K kimi tələffüz olunur. C variantında 8 sözündə qoşa K-lardan ikincisi G kimi tələffüz olunacaq. Y variantında tappıltı sözündə P-ların ikincisi B kimi tələffüz olunacaq. Amma səyyah sözündə qoşa Y olduğu kimi qalır. Ümumiyyətlə, qoşa Y olan sözlər, əgər sözün kökündə qoşa Y işlənibsə, bu olduğu kimi qalır. Qoşa Y-lardan biri nə zaman düşür? O zaman ki, qoşa Y şəkilçinin tərkibində olsun. Onda Y-nin biri düşəcək, biri qalacaq. 8-ci sual, hansı tabesiz mürəkkəb cümlədə bir fikir digəri ilə qarşılaşdırılır? Əgər bir fikir digəri ilə qarşılaşdırılırsa, deməli, burada bir müqayisə var da. A variantı, A variantı, müğənni həzin bir mahnı oxudu, hamı onun səsinə heyran qaldı. Burada heç nə qarşılaşdırmır. Əslində, səbəb və nəticə var. B variantı, küçədən qışqırıq səsi gəldi, heç kim əhəmiyyət vermədi. Qarşılaşdırılan fikirləri tapmağın ən asan yolu, amma ancaq əlavə eləməkdir. Məsələn, küçədən qışqırıq səsi gəldi, amma heç kim ona əhəmiyyət vermədi. Bir də baxırıq ki, fikirlərin birincisi təsdiqdədir, ikincisi isə inkardadır. Belə də olur. Və yaxud da amma, ancaq, lakin əlavə eləməklə tapa bilərsiniz ki, burada fikirlər qarşılaşdırılır, amma ən əsas cümlənin məğzinə fikir verməkdir. Cavabımız olacaq B variantı. C, dünya bir pəncərədir, hər gələn baxar gedər. Burada verilən fikir aydınlaşır sadəcə. D variantı, güclü qar yağdı, xınalığa gedən yol bağlandı. Bu səbəb-nəticə əlaqəsidir. Yəni, qar onun səbəbini və qar yağmaq səbəbdir, nəticədə də yol bağlanır. Y variantı, uşaqlar gah dənizdə çimirdi, gah da onları isti quma bastırırdıq. Bunlar eyni zamanda baş verən hadisələrdir. Ona görə burada cavabımız oldu B variantı. 9-cu sual, hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər verilmişdir? Deməli, burada hər variantda 3 söz var və biz diqqət yetirməliyik ki, 3 sözün 3-ü də çoxaltma dərəcəsində olsun.
A variantında mavi adi dərəcədir, ona görə vaxt itirmirik bu variantda çıxırıq. B variantında tərtəmiz çoxaltma dərəcəsidir, amma sarışın və göyümtül azaltma dərəcəsi olduğu üçün bu variantı da götürə bilmirik. C variantı şirin təhər azaltma dərəcəsidir, variantına görə götürə bilmirik. D variantında xırdaca, yup-yumru, yamyaşıl. Bunların hər üçü çoxaltma dərəcəsində olduğu üçün cavabımız elə D variantı olacaq. Y variantında açıq göy azaltma dərəcəsi, sapsarı çoxaltma, qaraşın yenə azaltma dərəcəsidir. Ona görə yeni də götürə bilmirik. 9-da cavabımız olur D. 10. Cümlələrin birində feil əmr şəklindədir. Yəni xəbərin əmr şəklində olmalıdır. Hekayəni bir daha diqqətlə oxuyun. Cavabımız elə burada bu olacaq. Digər variantlara baxaq. Tək həmişə belə yaxşı oxuyaq. Kaş, təki, barım. Bunlar arzu ədatlarıdır və sözün sonunda da A şəkilçisi arzu şəklinin şəkilçisidir. Deməli, burada feil arzu şəklindədir. C variantı dərslərini vaxtında hazırlamalısan. Görürük ki, burada mal-məli şəkilçisi var. Deməli, bu feilin vacib şəklindədir. D variantı bu siyahıdakı ərzaqlar alınasıdır. Asa əsi şəkilçisi varsa, deməli, bu əmr şəklində deyil, lazım şəklindədir. Y variantı gecədən yağan yağış səhər kəsdi. Burada da zaman şəkilçisi var. Bilirik ki, zaman şəkilçisi varsa, deməli, bu söz feilin xəbər şəklindədir. Ona görə burada cavabımız olur A variantı. 11-ci sual. Qrammatik normaya uyğun olan cümləni qurun. Göydəki yayılmışdı səsi quşların çöl ətrafa. Cümləmiz belə olacaq ki, çöl quşlarının, deməli, göydəki çöl quşlarının səsi ətrafa yayılmışdı. 1, 5, 4, 3, 6, 2. Cavabımız olacaq Y variantı. 12. Həqiqətən doğru sözü zarafatla deyirlər cümləsində hansı söz suala cavab vermir? Suala cavab verməyən bilirik ki, köməkçi nitq hissələrdir və burada da həqiqətən sözü modal sözdür. Ona görə cavabımız olacaq D variantı. 13. Verilmiş cümlədə hansı sözlər isimdir? İsmin sualına cavab verən demir. Nitq hissəsi kimi isim olan sözləri soruşur. Bu əvəzlikdir. Armudu sifətdir. Stəkanla isimdir. Çünki qoşma qoşulsa da stəkan sözü isimdir. Gümüş. Burada gümüş necə sualına cavab versə də gümüş bilirik ki isimdir. Yəni sifətləşsə belə yenə də nitq hissəsi olaraq isimdir. Qaşıq isimdir. Mənimdir. Əvəzlikdir. Ona görə burada cavabımız olacaq 3, 4, 5, Y variantı. 14-cü sual. Fe'li birləşmələri seçin. Bilirik ki, fe'li birləşmə əsas tərəfi, yəni ikinci söz fe'l olmalıdır. Ona görə də ancaq ikinci sözlərə baxırıq. Məsələn, 1-də quş isimdir, çıxırıq onu. 2 açılanda, bəli, fe'li bağlamadır, bunu götürürük. 3 geyim isimdir, onu götürmürük. 4 dəhliz isimdir, götürmürük. 5 oxumaq feildir, onu götürürük, məslərdir. 6 töküldükcə, o da məslərdir. Töküldükcə, daha doğrusu feili bağlamadır. Onu da götürürük. Cavabımız olacaq 2, 5, 6. A variantı. Növbəti sualları isə başqa bir video dərsdə izah eləyəcəm. Mətn tapşırıqlarını. Əgər sizə maraqlı oldusa, kanalımıza abunə olun ki, növbəti videolardan xəbərdar olasınız. Sağ olun, minnətdaram.